Deməli, çox önəmli məqama toxundunuz, bəli. Bu 44 günlük qələbədən sonra daha çox qabarıq şəkildə bu oldu. Əvvəl heç bir o qədər də yada düşmürdü. Müəyyən nüanslarla bunu deyirdi. O Ərəbi müharibəsi kimi falan beşməkən, bəzi ağzı göyçəklər deyirdi. Amma bu son dövrlərdə bu şişdi, bu məsələni şişirdildi ki, bizim öz şəhidlərimiz var, öz şəhidlərimizə niyə ağlamırsınız, gedib Ərəbə ağlayırsınız falan beşməkan. Birinci, biz öz şəhidlərimizə ağlayırıq. Bizim Qarabağ şəhidləri, istəyir Qarabağ şəhidləri olsun ya 20 yanvar şəhidləri olar, sizdi, bizdi deyil. Bütün Azərbaycanın şəhidləridir və biz də Azərbaycanlıyıq, bu ölkənin vətəndaşıyıq, ölkənin övladıyıq və hər bir möminin də töhfəsi var. Bəli. Möminlərin, inanclı təbəqənin də bu deməli qələbəyə töhfəsi var və bütün şəhid olan balalar bütövlükdə xalqın övladlarıdır. Həmişə harda uyğundursa orada da ağlanılır. Lazım olanda şəhidlər xiyabanına da gedilir, bəlkə heç digərləri bir o qədər yada salmır. Amma inanclı kəslərində şəhidlər xiyabanında olurlar, dəfələrlə olurlar və oranı yad edirlər. Amma bu məsələni şəhidlərlə, Azərbaycan şəhidləri ilə Kərbəla şəhidlərinin məqamını müqayisə eləmək, bu sualı qoymaq əslində bu düzgün deyil ki, bu müqayisəni eləyir, bəzi kütlələr eləyir. İmam Hüseyn əleyhissalam şəhadəti dini bir şəhadət idi, ilahi bir şəhadətlik idi. Ümmətin, İmam Hüseyn əleyhissalam ümmətin qəhrəmanı idi. Ki, İslam dinində biz dedik ki, dini aradan getməyinə mane oldu İmam Hüseyn əleyhissalam öz şəhadəti ilə. Müəyyən məqamlara da toxunduq, düzdürmü? Ki, o hadisə olmasaydı, Aşura qiyamı olmasaydı, din aradan gedəcəkdi. Və onun şəhadəti ilə müsəlmanlar oyandı. Və bugünkü günümüzə qədər də xidmət edir o məktəb. Bir ümmətin qəhrəmanı idi. Və eyni zamanda digər ümmətlər, İslamda olmayanlar, amma İmam Hüseyn əleyhissalamı tanıyanlar, bilənlər də artıq onun qəhrəmanlığını qəbul edir və onu özünə bir örnək, öz xalqına bir örnək bilir. Bəli. Bu barədə də tarixdə var, misallar var. Amma bizim Azərbaycan şəhidləri bizə xas olan şəhidlərdir. Millətə xas olan şəhidlərdir. Biz Azərbaycanlılar öz şəhidlərimizin yasını tuturuq və o ağrını biz daha yaxşı hiss edirik. Başqa millətlər bizim ağrımızı hiss eləməz. Onlar sadəcə bizə hörmət eləyər. Hörmət eləyər, qonaq gələr, gedər şəhidlər xiyabanına apararlar, gedər, baş çəkər. Eyni zamanda biz Azərbaycanlılar başqa xalqların haqq olan qəhrəmanlarına, haqq yolda olan, haqq uğrunda döyüşən qəhrəmanlarına hörmət eləyərik. Amma o xalqın ağrısını başa düşmərik. Onlar qədər başa düşmərik. Baxmayaraq ki, özümüzün də ağrımız var, öz ağrımız sarıdan başa düşərik. Amma onlar öz qəhrəmanlarını yadlarında saxlayar, tarixlərini yazar, bizdə öz qəhrəmanlarımız bizim tariximizi yazdı. Bizimkilər də bizim tarixçilərimiz də yazar, övladlarımıza öyrədər. Bu millətin bizim 44 günlük və ondan öncəki ümumilikdə Qarabağ söhbəti başlayandan olan qəhrəmanlarımız bizim millətə xas olan qəhrəmandır. Ümmət anlayışı isə millət anlayışından üstündür. Millət anlayışı ümmətə tabidir. Qarabağ şəhidlərimiz Allahın əmrini yerinə yetirdi ki, Qurani Kərimdə Allah Taala buyurur ki, nədir? Öz torpağınıza, vətəninizə, yurdunuza hücum edənlərlə döyüşün. Neynədilər? Hücum elədilər. Bəli. Yerimizi, yurdumuzu əlimizdən aldılar. Bəli. Ana bacılarımıza zülm elədilər, cavanlarımıza zülm elədilər. Dərbədiyar oldu cəmaatımız. 30 illik əziyyətə düşər oldu cəmaatımız. Neynəməliyik? Durub baxmalıydıq. Allah izin verdi. Səbəb-nəticə qanununa bayaq toxunduq. Səbəblər yarandı. Nəticədə biz də torpaqlarımızı əldə aldıq. Bəli. Və bu bizə xas olandı. Bu qəhrəmanlıq bizim qəhrəmanlardır. Və bu qəhrəmanlar da bir millət olaraq yad edirik. Onlara borcluyuq. Ümumilikdə bütün şəhidlərə hər kəs borcludur.
İstəyir dini şəhidlər olsun, istəyir milli şəhidlər olsun. Hədis var ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. İş orasındadır ki, alimin mürəkkəbinin yazması üçün digər sənət adamlarının, digər sahədə çalışanların çalışması üçün bir azadlıq lazımdır. Rahat bir mühit lazımdır ki, onu da şəhidlər yaradır. Bəli. Deməli, bizim rahat bugün yaşamağımız üçün bizim şəhidlərə borcumuz var. Eyni zamanda bugün müsəlmanıq, Quranımızı tanıyırıq, kitabımızı tanıyırıq. İslamımız 14 əsr yol gəlib və bunu biz Aşura məktəbinə, Aşura şəhidlərinə borcluyuq. Bəli. Və bu şəhadəti, bu məktəb qiyamətə qədər gedəcək. 14 əsrdir bu gəlib bu günə çıxıb. Bizim xalqımız elə digər xalqlar ki, müsəlman xalqlar, yəni qeyri-ərəblər necə müsəlmanlaşıbsa, biz də elə müsəlmanlaşmışıq. Bəli. Yəni zamanında. Və 14 əsr yol gələn bu məktəbi bu günləri kimsə aradan götürür.